Azərbaycan filmi Tokyoda. Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstək olduğu Boşluğa Xütbə filmi birazdan arxamda gördüyünüz kinoteatrda nümayiş olunacaq. Filmin nümayişi Tokyo Beynəlxalq Film Festivalı çərçivəsində olacaq. Boşluğa Xütbə filmi Azərbaycan, Türkiyə və Meksika ortaq istehsalıdır. Filmdən sonra rejissor Hilal Baydarov və aktrisa Məryəm Nağıyeva ilə sual-cavab sessiyası təşkil ediləcək. Nümayişdən sonra isə Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək. Həmin tədbir həm filmin tanıdılmasına, həm də Azərbaycan və Türkiyə ortaq dəyərlərinin Yaponiyada nümayişinə həsr olunub. Ümid edirik ki, film tamaşaçıların xoşuna gələcək və böyük rəğbətlə qarşılanacaq. Filmə və filmin yaradıcı heyətinə uğurlar arzulayırıq. Herkese sağlam, hoş geldiniz. Boşluğa Xütbə filmi Tokyodadır. Bu mənim 4-cü dəfədir Tokyodayam. Bu ölkənin çox başqa yeri var mənim ürəyimdə. Təkcə mənim yox, bütün kino çəkənlərin, bayaq dediyim kimi, kino çəkənlərin hamısının bir orta nöqtəsi var ki, hamı Yaponiyanı sevir. Həqiqətən 40-cı, 60-cı illərdə, 30-cu illərdə, 80-ci illərdə bu ölkə misilsiz və saysız şəhərlər qoyubdur və ona görə Tokyoda olmaq çox böyük qürurdur. Hamının o deyilir top 10 film və s. hamında 10 filmdə hansı Yapon filmi var, 100% var, bu qeyri-təşkildir. Hilal Baydarov'un filmini, Boşluğa Xütbə filmini az önce izledim. Hilal sinemayı kamerasını bir araç olarak kullanarak felsefe yapmış. Felsefenin tüm izlerini, İslam tasavvufunun tüm izlerini görebiliyoruz. İnşallah bundan sonra da Türk ve Azerbaycan iki devlet, tek milletin bir eserleri Tokyo gibi, Şangay gibi, Venedik gibi, Berlin gibi dünyanın önemli festivallerinde yarışsın, ödülleri alsın, iki devlet, tek millet olarak onları alkışlayalım. Mən hələ belə bir kinoya baxmamışam. Film bizdən çəkildiyi üçün deyil. Filmin görüntüləri o qədər mənim xoşuma gəldi. İkimiz birlikdə seçmişik də onu, ikimiz birlikdə montaj eləmişik. 250 saat kino çəkib, 9 ayda üstündə işləyib. Ona görə belə yaxşı, gözəl film çəkilibdi. Hilal'in sinemasıyla çok yıllar önceden tanışan biriyim ve Hilal'in kendisiyle de yıllar önce tanıştım. Birlikte bir dostlukla başlayan bir ortak yapım süreciydi. Ve yeni filmiyle birlikte bunu daha böyle resmi bir ortak yapıma dönüştürdük. Ve son filminin Türkiye ortağı olduk. Bu ortak yapımları çoğaltmanın imkanlarını, yollarını aramamız gerekiyor. Çünkü Türkiye ve Azerbaycan gibi aslında çok yakın olan iki toplumun aslında birlikte sanat alanında üretebileceği şeylerin olduğunu düşünüyorum. Ve bu vesileyle de belki bu ortak yapım, daha sonraki ortak yapımlara da bir ihtimal, bir vesile olabilir diyorum.